İnsanitini öldüren, mədini qazıran indi zəhərləyib öldürən. Bir də bunu verib qazlar gözümüzə tökdürən, bax bu boz paltarlı oğlanı. Biz niyə bu vəziyyətdə yaşayırıq? Biz qadınlar niyə bu gündə yaşayırıq? Burada girdiler bizi, koy rahat. Belələrdi, bax bizim torpağı satanlar belələrdi, belələrdi satır. Yəsiz ölkədeyiz ama bizi gözdən çünki çıxardıblar. Söğütlü kəndi cəmaatını gözdən çıxardıblar. Ama niye bırakmıyor insanlar? Açılma verin de siz Tamam, icazenizi de çetin. gözlüyor orada. Vətəndaşların bir hissəsi ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər. Yeganə burada ləyaqətlə özünü aparan Azərbaycan polisi idi. Mənim böyrəklərimin ağrısından bu gecə yata bilməmişəm. Qılçalarımın ağrısından bu gecə yata bilməmişəm. Mənim uşağım yetimliklə mən bir uşaq böyütmüşəm. Niyə döyürlər mənim uşağım? Dünən niye cemaata zor tətbiq edildi? Polisler artık diğer alternatif yollardan istifadə eləməsinlər deyə, gedə bilməsinlər deyə yüksəkliklərə çıxıb oradan nəzarət edirlər digər yollara.